Sən tənbəl deyilsən, sadəcə beynin səni aldadır. Sosial mediada saatlarla vaxt keçirmək sənə asan gəlir, amma 10 dəqiqə kitab oxumaq çətin olur. Bu təsadüf deyil. Beynin əsas məqsədi səni inkişaf etdirmək deyil, səni qorumaqdır. Yəni, ən asan yolu seçmək. Bu səbəbdən çətin işlərdən qaçırsan, amma asan şeylərə yönəlirsən. Burada əsas rol oynayan şey dopamindir. Dopamin motivasiya və həzz hormonudur. Sosial media, oyunlar və qısa videolar sənə sürətli dopamin verir. Amma problem budur ki, sən sürətli dopaminə öyrəşəndə beynin artıq çətin işlərdən zövq almır. Kitab oxumaq, işləmək və öyrənmək darıxdırıcı gəlir. Bu sənin günahın deyil, sadəcə beynin yüksək dopamin səviyyəsinə öyrəşib və indi daha çoxunu istəyir. Amma yaxşı xəbər var, sən beynini yenidən proqramlaya bilərsən. Birinci addım dopamin detoksdur. Həftədə bir gün sosial media və boş əyləncədən uzaq dur. İlk başda çətin olacaq, amma sonra beynin balanslaşacaq. İkinci addım işi bölməkdir. Böyük hədəf qorxudur, amma kiçik addımlar daha asandır. Üçüncü addım özünü mükafatlandırmaqdır. Hər bitirdiyin işdən sonra kiçik mükafat ver. Bu beynini öyrədir. Dördüncü addım diqqət dağıdanları uzaqlaşdırmaqdır. Telefonu yanından götür. Problem sən deyilsən, sistemdir. Unutma, sən tənbəl deyilsən, sadəcə yanlış sistemdəsən. Sistemi dəyiş, həyatın dəyişəcək.